əməllərin əsarətindən qurtulmaq şansı var sənin üçün, ancaq tövbə vasitəsilə. Burada oturan hər bir insanın gələcəyi necə olacaq? Keçmişinə bax. Keçmişdə elədiyimiz əməllər gələcəyimizi formalaşdıracaq. İndi keçmişdə mən xətalar eləmişəm, günahlar eləmişəm, vay, gələcəyim batdı mənim, belə gedişlə. Tövbə bu şansdır ki, gəl, danışaq, dəyişək. Cəmaat elə bilir ki, din adamı qaydalarla yükləyir. Cəmaatın dinlə problemi burada yaranır. Bəşəriyyətin bugün problemi bu deyil, Allah var ya yoxdur. Ona görə Allah Quranda özünü çox sübut eləmir, fikir verin. Dəlillər gətirə, Allah var, filan filan. Bu mövzuya qısa toxunur, bəzi əlamətlər sayır. Bu təbii bir şeydir. İnsan Allaha inanmalıdır. Problem bilirsiniz nədir? O Allahla düz münasibət qurmaq. Problem bundadır. Hamımız bilirik ki, bax, günahdır da filan işlər, ha? Bilirik. Amma bir dənə sual verim. O qədər dərindən ki, lazımdır, günahın ziyanını, zərərini, pisliyini başa düşmüşük. Deməz bir sən nədən olmalıdır? Bugün günah eləməmişəm. Əleyhisselam deyir ki, o gün bayramdır sənin üçün. Bayram nədir? Şartlamaq. Heç buna görə sevinir. Heç bunun hayındayıq biz. 50 il yaşayıb, 60 il yaşayıb, başa düşürük ki, dünya mənim yerim deyil. Hələ o başa düşürük. Başa düşürük ki, dünya mənim yerim deyil. Allah insan adlı varlıq yaradıb. Deyir ki, bu dünya sən ənvə dardır. Sən ancaq mənlə eşqbazlıqda aram olursan. Sən ancaq mənlə ünsiyyətdə aram olursan. Səni özüm üçün yaratmışam, özüm üçün xəlq eləmişəm. Sən mənlə olmasan, cənnət də bezdirər səni. Sən cənnətdə darıxarsan. Cənnəti cənnət eləyən əbədi varlıqla təmasda olmağındır. Onun meyvəsinə də, bağına da ləzzətli qatan odur. Sən bir nəhayət sonsuz bir varlıqla təmasdasan, kontaktdasan. Sənin ruhun, bütün zövqi, şövqi, ləzzəti bundadır. Sən onun görüşü üçün yaranmışsan. Sən dünyada da o ilə ünsiyyətdən aldığın ləzzəti heç nədən ala bilməzsən. Biz dünyaya gəlməmişik əxlaqlı olaq. Biz gəlmişik Allahla əlaqə yaradaq. Allahla insan münasibətinin əsasını əmr təşkil eləyir, itayət təşkil eləyir. Günah mövzusu gəlir ortaya. Bəndə Mövla münasibətinin mahiyyəti budur. Səninlə yaxşı iş arasında Allahın əmri dayanmalıdır. Bir niyə görə? Çünki sən əmrlə iş görməsən, içində təkəbbür düzələcək. Təkəbbür çoxaldıqca sən xoşbəxt ola bilməyəcəksən. Baş üstə ki deyirsən ha, o baş üstə deməklə içində olan o təkəbbür qırılır. Sən xoşbəxtlik prosesin budur. Kərbəlada neçə nəfər narahat olub, qorxub ki, onu azad qoyarlar, deyərlər azadsan. Aşura gecəsi İmam Hüseyin onlara dedi ki, azadsız biz necə ağladılar? Dedilər, ağa sizi hara qoyub gedək biz? Havadan necə nəfəs alaq siz olmayan fəzada? Nə olar bu əmri bizim üzərimizdən götürmə?